Əgər bunlar donanmalardan dəniz müharibəsini başlatsalar, dünya möhtəşəm sürprizlər gələcək. Biz asimetrik müharibə deyəndə bundan öncə bir şeylər eşitmişdik, bir şeylər görmüşdük. Bəli, bəli. Yol qırağı bombalar ki, tankları vururdu və ya indi Ukraynada FPV dronları. Bu İranda asimetrik müharibənin elə bir mərhələləri açıldı, elə bir taktikalar göründü ki, nəinki bir podkastdə, nəinki 10 bölümdə, mən sizə əminliklə deyirəm, söz verirəm. Növbəti illərdə şərqdə və qərbdə yüksək səviyyəli universitetlərdə, hərbi universitetlərdə bu asimetrik müharibəni, İran taktikalarını dərs deyəcəklər, analiz edəcəklər. Sadə bir misal deyim, bu şahid pualar. 136. Dünyanın başına. Deyirlər 30 min, 40 min, 50 min dollarda deyənlər var. O qiymət İranın satdığı qiymətdir. İran öz istehsalcı 10-15 min dollarlıq TNT-dir, bir motordur. Və niyə onu vurmaq çətindir? Baxın, yəni bu Patriot balistik raket vura bilir. Bu Patriot özü səhvcən öz F-15'in vurdu. Bu Patriot İranın Su-24 qırıcısını vurdu. Yəni bu müharibədə olan şeylər də bunlar indi Su-24 də yəni həmən o bildiyinizdir. Onlar upgrade olunub, onların üstündə İran işləyib və 4,5 nəslə çatdırıb, radarları inkişaf etdirib, motorlarını yeniləyib. Onları vurur. Bu Patriot yəni zəif bir şey deyil, bu Patriot havadan müdafiə sistemi. Necə olur ki, bu şahidləri vura bilmir? Baxın, çox yəni incəliyə baxın, havadan müdafiə sistemi gəlir, istiliyi tanıyır. Baxın, qırıcıdır, motorundan istilik çıxır. Bu F-35'lər niyə deyirlər ki, radara düşmür, ya vurmaq olmur? Çünki onların motorları ilə dizayn ediblər ki, onların egzozundan çıxan heç bir hərarət yoxdur. Bir xüsusi seramiklər var ki, o dərhal soyudur. Yəni, qoymur. Qırıcıdır, istiliyi var. Raketdir, görürsünüz, arxasına o çıxır. Və hər şey, yəni bir istiliyi var. Bu şahidlər pisula yarına, yəni adi sadə silindirlərlə fırlanan bir motordur, mühərrikli gedir. Bunun istiliyi yoxdur. Ancaq 3 dənə, yəni ancaq yalnız nə qarlar, radarda görünür, onun koordinatı və gəlişin zənn edilir, 3 dənə təxmini yerlərə bunlar Patriot atırlar ki, ya biri dəyəcək, ya dəyməyəcək. Patriotun da bir 4 milyon dollar, İranın şahidi tutaq ki, 50 min dollar. 10 min dollardan artıq İran üçün başa gəlmir, amma tutaq ki, 50 min dollar. Yəni 12 milyon dollar var. 12 milyon dollar getdi bir dənə 50 min məsələn. 50 min dollarlıq puanı tuta biləcək, yoxsa yox. Və puanı da göndərəndə qurban olduğum bir dənə 2 dənə göndərmir ki, skadriya göndərir. Yəni 50 dənə, 40 dənə, 30 dənə. Niyə? Çünki ucuzdur. Çünki gündə 400 dənə istehsal edə bilir bunlar. Bunlar o asimetrik müharibələrdən biridir. Ki biz bu müharibədə şahid olduq. Yəni Amerikada o gün gördüm ki, Pentagonda bir qərar verildi. Havadan müdafiə sistemlərini və havadan müdafiə və havadan qorunma strategiyasının doktrinasında yenidən düşünmə başlayıb Pentagonda. Bu asimetrik burada bir. İndi əgər donanmadan başlasa, İran hələ dəniz müharibəsinə daxil olmuyor. Və ola bilər bunlar donanmalar ilə gəlirlər. Həmişə də deyir ki, İranın 159 dənə gəmisini biz göndərmişik suyun dibinə. Baxın, bəli, İranın böyük gəmiləri var idi. İndi onlardan hədəfə alınanlar olub. PUA daşıyan təyyarəsi idi, yoxsa Dena təyyarəsi. Dena gəmisini harada vurdular bunlar? Təlimdən qaydında silahsız şəkildə bunlar çox namərtcəsinə onu hədəf aldılar. O gəmilərin missiyaları ümumiyyətlə bu müharibə üçün deyildi. Onların missiyaları nə idi? İranla onlar bir ara neft müharibəsi başlamışlar. İranın neftini su üzərində tapırdılar və tuturdular, gəmiləri alırdılar. Bu gəmilər yalnız öz gəmilərini azad sularda skort etmək üçün, müşahidə etmək üçün idi. İran bu yekə gəmilərin üstündə heç vaxt müharibə üzərində bunların üstündə heç bir hesab açmamışdı. İran nəyin üstündə hesab açıb? Asimetrik taktikalar. Məsəl üçün. Bir dəfə Yəmən istifadə etdi, onlar gördülər. Balistik, hypersonik raketlərdir ki, qıfıllaya bilir gəminin üstündə. Və hypersonik, yəni onun qarşısını heç nə ala bilməz. O hipersəs deyən. Ya kruz raketlər ki, hara istəsələr çatır, hansı havada müdafiə sistemindən istəsələr keçir. Ya pualardır ki, qıfıllayırlar, hətta hərəkətdə olan bir
hədəfin üzərində. Və ya su altı və su üzündə kamikatsi qayıqlardır ki, gəlirlər və bir məqsəd çatanda vururlar, partlar. Yəmən onlardan Babul-Məndəbdə istifadə etmişdi. İndi İranda daha müasir, daha sürətli və kamikatsi də olmayan, yəni sadə qayıqlar da var ki, 110 kilometr suda gedə bilir. Bu suda çox möhtəşəm bir sürətdir. Adı Heydər 110-dur. 110 kilometr sürətlə gedə bilir. Və minalar, əsasən də minalar. Sən əgər istəyirsənsə ki, gələsən burada donanmalarla müharibə edəsən, İran minalayıb Fars körfəzini, İran minalayıb Hörmüz boğazını, İran minalayıb müəyyən miqdarda Oman dənizini və lazım olsaq daha da qabaqda gəlib minalaya biləcək. Çox asan bir işdir. Sürətli qayıqlar gəlirlər, gecə ilə minalayıb çıxıb gedirlər. Heç kimdə xəbər olmur, o qədər balacadırlar ki, peşdən görünmürlər və qayıqların materialları elədir ki, heç bir radara düşmürlər və rahat şəkildə də tərəddüd edirlər. O gün Trump demişdi yazsa, atəşəsə baxmayaq, dedi ki, mən tapşırıq vermişəm ki, harada bu sürətli qayıqlardan görürsünüz vurun. Və minalar, ümumiyyətlə minalar necə olur? Minaların modelləri var, fərqli. Yəni minalar quruda istifadə olunan minalardan fərqlidir ki, məsəl üçün minalar necədir quruda? Tank ya insan gəlir üstünə basır və o çəki səbəb olur ki, mina partlasın. Ya simdir, simə dəyir və sim qırılanda partlayır. Dənizdəki minalar elə deyirlər. Minalar fərqlidirlər. Nəsə modeli var. Birincisi contact mine. Yəni kontaktda həmən o klassik qədimilərdir bunlar ki, bir gəmi gəlib o minə dəyir və mina partlayır. İkincisi maqnet minadır. Yəni o dəmirin və ya metalın hiss edir. Baxın, hiss edir. Yəni dəymir. Hiss edir ki, bir metal gəlir. Və o metalın materialından, o metalın həcmindən başa düşür ki, ona tərif olunan hədəfdir yoxsa yox. Və əgər olsa, gedir və özünü çırpır o metala və özünü partladır. Üçüncüsü, akustik minadır. Motor və pərrənin səsi ki var, onu analiz edir və bilir ki, bu hansı model gəmilərdəndir və əgər ona tərif olunanlardan olsa, gəlir özünü çırpır ona. Və təzyiq minası var. Yəni suda təzyiq yaradır. Gəmi gedəndə suyu yarır və gedir. O suya təzyiq yaranır. Sudakı təzyiqi ölçür. Sudakı olan təzyiqdən anlayır, analiz edir. Görürsün ki, bu hansı yekə gəmidir, balaca gəmidir və hansı modeldəndir və əgər ona tərif olunan hədəfdən olsa, gedib özünü çırpır. Və ən maraqlısı təsir minasıdır. Influence mine deyirlər ingilis onlara. Ki, İranın da minalarının çoxu bundandır. Bu ağarır. Qeyd etdiyimin hamısı. Yəni, bu səsi analiz edir. Bu sudakı təzyiqi analiz edir. Metalın növünü, çəkisini analiz edir. Yəni, bu minalar dəqiq fərqi anlaya bilirlər ki, gələn gəmi neft daşıyan gəmisidir, yoxsa hərbi donanmadır. Təyyarə daşıyan gəmisidir, yoxsa mina daşıyan. Və bunlar harda olurlar? Bunlar suyun üzərində üzmürlər. Bunlar suyun içində üzmürlər. Bunlar suyun dibində, torpağın üzündə qalırlar, yerləşirlər. Və o siqnal gələndə qalxır yuxarı və o minanı o hədəfə dəyir və partladır. İndi sual yarana bilər ki, bunların çəkisi nə qədərdir və nə qədər təsir edə bilir? Ondan öncə deyim ki, suda partlayış, TNT maddəsinin partlayışı suda, quruda və havada olan partlayışdan 5 qat daha artıq olur bəzən. Təzyiqli sularda 5 qata qədər artıq ola bilir. Yəni 100 kiloluq TNT 500 kiloluq TNT-yə bərabərdir quruda. Və 100 kiloluq TNT partlayıcı maddəsi suda Hörmüz boğazının sularını analiz ediblər, onun istiliyini, onun təzyiqini və onun şiddətini, dərinliyini. 100 kiloluq minalar kifayətdir nə üçün? 1. Neft daşıyan gəmini batırmaq üçün. Təyyarə daşıyan gəminin missiyasını bitirmək üçün, yəni neçə aylıq onu təminata göndərməyə və ya digər hərbi donanmalarına və gəmilərinə öz çəkisi və ölçüsünə miqdarında ən azından missiyasını bitirəcək qədər təhlükəlidir. İran minalarının çəkisi nə qədərdir? 300-700 kilo arası. Minalardır ki, bunların hər birisi əgər bir hədəfə dəysə, hər hansı bir hədəf olur olsun, ən azından missiyasını bitirəcək. Nə qədərdir Allah bilir. New York Times yazır ki, İranda bizim bildiyimizə görə bu smart mine deyirlər də, bunlar influence mine da deyirlər. Bunların sayəsini İranda təxminən 600-800 arası bilirik biz. Yəni bir xəyaldır da, yəni oradan o gəlir. Xəyaldır və bu dəqiqə əgər məsəl üçün müharibə də olmasa, İran minalası oranı kifayət qədər var. Baxın, İran bu müharibədə asimetrikin yeni bir növün də nə qarır?
İran Amerikanın torpaqlarına bir güllə atmadan Amerika daxilində cəbhə açıb. O da nədir? İqtisadi cəbhə. İranın tam olaraq bu müharibədə əldə edə biləcəyi ən böyük şey budur ki, ən böyük nailiyyət budur ki, Amerika daxilində o iqtisadi təzyiqləri çoxaldaraq istədiyini əldə etsin. Və onun üçün də nə etməlidir? Bu gərginliyi, Hörmüz boğazının bağlı qalmağını neçə aylarla yubatsın. Bloomberg yazmışdı, deyir ki, İranlılar bilirlər. Onların edəcəyi yalnız bir iş var. Hörmüz boğazını bağlayıb bu şəraitə neçə ay dözə bilsinlər. Və onunla da bitəcək. Hər nə istəsələr əldə edəcəklər. Və o cəbhənin, yəni Hörmüz boğazının açılmamasını İran bu minalarla tam şəkildə icra edə bilir. Kamikatse qayıqlarını və sualtı qayıqlarını, raketlərini, puallarını hamısını elə minalarla edə biləcək. Niyə? Çünki Tanker Terkez yazmışdı ki, Tanker Terkez üzr istəyirəm, yazmışdı ki, sığorta şirkətləri artıq başlayıblar bir şərt qoymağa, gəmiləri sığorta etməyə. Əgər Fars körfəzindən gəmi daşıyırsınızsa, İranın mücəvvizini, yəni İran razılığın kağızını bizə göstərin, biz sizi sığortalayaq, yoxsa sığorta etmirik. O da nəyə göstərir? Baxın, minalanmış, əgər mina varsa, İran deyir mina var, yoxdur bilinmir. Dünya deyir ki, mina var. Amerika demək ki, mina yoxdur, gəlin keçin. Deyir, sübut elə. Sübut elə. Yəni, mina yoxdur iddiasını gəlir sübut edəsən. Yəni, minesweeper, yəni o mina təmizləyən gəmilər daxil olmalıdırlar. Və dedim də, minalar elə deyil ki, suda üzə. Suda, yerin üzündə, yəni suyun dibində, yer üzündə sabit qalıblar. Metr, qarış iskan etməlidir. Analiz etməlidir və əgər varsa götürməlidir. İndi problem nədir? Skan eləyir. Nəsə tapır yerin altında. İndi bu daşdır. Hansısa gəminin metalıdır düşüb ora. Suyun dibi təmiz olmur. Minadır. Nədir? Bilinmir. Nə etməlidir? İndi o sualtı qayıqları və ya robot qayıqları gedib onu təmizləməlidir. Götürməlidir, analiz etməlidir. Minadırsa onu orada zərərsizləşdirməlidir. Təhlükə burada başlayır. Yaxınlaşacaq, o da vuracaq onu. Yəni, deyirəm də, yenə xəyaldır da bunların gördüyü aylarla ki, deyirlər ki, 6 ay, 8 ay deyirlər ki, minaları təmizləmək orada çəkəcək. Amerika donanması üçün deyil. Amerika donanması üçün deyil. Çünki bu dediyim şəraitdə 6 ay sən təmizləyəsən, bir gecə təzə minalayacaq oranı. Və mina təmizləmək də, baxın, Amerika gəldi soyuq müharibədən sonra gücünü qoydu yəni hücum meyilli gəmilərə. Və NATO-da mina təmizləmə missiyasını başqa ölkələrə götürdülər. Misal olaraq, Belçikanın çox modern və güclü mina təmizləyən donanması var. Gəlirmi? Xeyr. İştirak etmədi bu müharibədə. Türkiyənin gözəl donanması var ki, həm təcrübəsi var Qaradənizdə və balaca sularda mina təmizləmək təcrübəsi var və yaxşı da donanması var. Gəldimi? Xeyr. Britaniyanın və Fransanın, İtaliyanın modern və qabaqlayıcı texnologiya sahib olan mina təmizləyən gəmiləri var. Gəldilərmi? Xeyr. Gəlsələr belə onlar üçün də 6 ay, 8 ay. Plus da bu məsələ ki, İranı yenidən minalamayacaq. Yoxsa bunların hamısı gəlsə, 6 ay təmizləsələr, bir gecə yenə minalayacaq. Ona görə də İran istəmədən heç vaxt oranın minaları təmizlənməyəcək. İndi hamı İrana möhtacdır. Niyə? Çünki İranın əlində xəritə var, bilir haraları minalayıb, haralardan keçid yolu var, haralardan yoxdur və alternativ yol deyib. Deyib, Larək adasının şimalından daxil olun, Larək adasının cənubundan da xaric olun. Burada mina yoxdur. Qalan hara geçsiniz, mən bilmirəm, var yoxsa. Xəritə İran əldədir. Yalnız İran təmizləyə bilər oranı. Bu vəziyyətdir. Yəni, donanma ilə gəlsən, dediyimiz o sürprizlər ki, var, Babul Məndəb dediyi. New York Times dünən yazıb ki, Yəmənlilər artıq düşünürlər ki, Babul Məndəbdən vergi alsınlar. İran necə ki, Hörmüz boğazının alması, Babul Məndəbdən də almaq istəyirlər. Bu vəziyyətdir. Amerika bu çıxılmaz vəziyyətdə yenidən başlatmaq istəyir, başlatsın. İran xalqı bunu göstərib ki, bombalamaqla, raket vurmaqla, şəhid olmaqla geri çəkilən deyirlər. Niyə? Çünki sən bizim atamızı öldürübsən. Niyə? Çünki sən bizim rəhbərimizi şəhid edibsən. Niyə? Çünki sən bu ümmətin atasını həyasızcasına gəlib vurubsan. Milyonla qurban verəcəm, azlıq çəkəcəm, bunu dəfələrlə demişlər, şəhid olacam, çətinliyə çəkilib dözəcəm, amma səninlə mənim aramda heç bir razılıq və barış olmayacaq. Niyə? Çünki sən mənim atamı öldürübsən.